Şəhərdə yoldur, bax, cəmaət keçir. Görürsünüz, zülmətli, işıqlar da yalanlanır. Bir neçə gün öncə Kanal 21-ə göndərilən video görüntülərdə Bərdə şəhərinin Şirvanlı və Kətərpərə kəndlərini birləşdirən yolda işıqların təxminən bir aya yaxındır yandırılmadığı bildirilmişdi. Vətəndaşların sözlərinə görə direklər və lampalar quraşdırılsa da axşam saatlarında işıqlar yanmırdı. Yolun işlək olması səbəbindən işıqların yanmaması qəza təhlükəsi yaradırdı. Vətəndaşların bildirdiyinə görə məsələ kanalımızda ictimailəşdirildikdən sonra problem həllini tapıb. Onlar işıqlanmanın bərpa edilməsində göstərilən diqqətə görə təşəkkür ediblər. Buradan Kanal 21-ə təşəkkür edirəm və onun istəyiyyətinə minnətdarlığımızı bildirirəm. Çox gözəl, görün nə gözəl kəndimiz işıqlanıbdır. Bax bu hal-hazırda Ağdama gedən yoldur, magistral ana yoldur. Çox gözəl, işıqlandırma sistemi gözəldir. Allah dövlətimizi qorusun. Allah bizim möhtərəm prezidentimiz İlham Əliyev cənablarına buradan təşəkkürümüzü bildiririk. Gördüyünüz kimi gözəl yol çəkilib, işıqlandırma sistemi gözəl. Qarabağa gedən yoldur, bax bura Ağdama, Xan kəndinə, Şuşaya, Laçına gedən yolumuzdur. Burada da Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid oğlu var, buradan elə öz minnətdarlığını bildirmək istəyir Etibar qardaşımız. Bax bu işığa görə, bu yola görə təşəkkür edirəm. Cənab prezidentimizə də təşəkkür edirəm. Çox sağ olsun, bizi bax belə bu gözəl işıqlarla, yolla təmin edib. Allah canlarını sağ eləsin. Cənab İlham Əliyevin, Mehriban xanımın. Çox sağ olsunlar, yaxşı minnətdarlığımı bildirəm onlara. Sonda Kanal 21 olaraq məsələni diqqətə alıb həll edən aidiyyəti qurumlara təşəkkür edirik.